Biz vətəndaşıq, biz dövlətimizdən kömək istəyirik. Gedib şikayət edirik, demirik bizim başımızdan basıb bizi əzəsiz, bizə hədə qorxu gələsiz. Sabah sənin o hədə qorxu gəlib qorxutduğun övladı düşmən qabağına aparasan. Düşmən oradan gəlməmiş 500 metrdən qaçıb çıxıb gedəcək. Övladlarımızın gözü qabağında vəhşicəsinə söktülər, dağıtdılar. Bizi attılar çölə. Artıq qışda yetişib, nə ərzəmizə baxan var, nə etirazımıza baxan var. Oradan ora ta bezmişik. Artıq belə yaşamaq olmaz. Gedib dövlət qurumuna müraciət edirsən, sənin problemi həll eləmək əvəzinə bizə hədə qorxu gəlirlər. Gedib ora çatırsan, məmur sənə cavab verməmiş 4-5 maşın polis gətirir tökür ora. Biz burada vətən xaini deyilik, dövlət əleyhinə danışmırıq. Haqqımızı, əziyyətimizi tələb eləyirik. Haram xoşları olsun, uçurduq dağıdıblar, gəlib təmin eləsinlər bizi. Kompensasiyamızı versinlər, gedək biz də ev tikək. Milyon dənə onların var, bir dənə də bizim olsun. Gözlərindən gəlsin, dövləti yiyirlər, dağıdırlar, zəhmətimizi də puç elədilər, ərzəmizi, şikayətimizi də sizə çatdırmırlar. Hara veririk, özləri abratlı qaytar üstümüzə dızmaqar eləyirlər. Heç nə əsaslandırıb demirlər ki, bunu biz nəyə görə sökmüşük?